Azərbaycanda yeniyetmələr arasında energetik içkilərin istehlakının artması narahatlıq yaradıb. Ona görə də Azərbaycan Dövlət Reklam Agentliyi açıq məkanda reklam fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinə energetik içkilərin reklamı ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə son dövrlər energetik içkilərin istehlakı, xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında artması və bunun uşaqların sağlamlığı üçün ciddi risk yaratdığı bildirilib. Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı və bu məhsulların reklamında onlardan istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi qadağandır. Energetik içkilərin reklamının məktəbəqədər və ümumtəhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir. Bildirilir ki, reklam fəaliyyəti həyata keçirilərkən yalnız qanunvericiliyin formal tərəfləri ilə kifayətlənməmək, eyni zamanda ictimai maraqlar və sosial məsuliyyət prinsiplərini rəhbər tutmaq mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanlara nəzərə alaraq agentlik tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində reklam yayıcılarından aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri xahiş olunur. Energetik içkilərin reklamında yetkinlik yaşına çatmayanlara birbaşa və ya dolayı müraciət edilməməsi, reklam materiallarında uşaqlarda maraq yarada biləcək vizual, mətn və digər elementlərdən istifadə olunmaması, energetik içkilərin və yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən digər əmtələrin reklamının məktəbəqədər və ümumtəhsil müəssisələrinin ətrafında yerləşdirilməsinə yol verilməməsi, reklamların yerləşdirilməsi zamanı ictimai maraqların və sosial məsuliyyət prinsiplərinin nəzərə alınması, istehlakçıların məlumatlandırılması məqsədilə reklam materiallarında energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışının qadağan olunduğu və bu məhsulların sağlamlıq üçün yarada biləcəyi təsirlər barədə xəbərdar edici məlumatların verilməsinə dəstək göstərilməsi. Artıq bu mövzuda maarifləndirmə məqsədilə açıq məkandakı reklam qurğularında da sosial reklamların yayımına başlanılıb. Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən yayımlanan sosial reklam çarxlarında da energetik içkilərdən istifadə olunması ilə bağlı reklamda yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilməsinin qadağan olunduğu vurğulanır və bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə müvafiq çağırışlar edilir.